Mənim atam olsa, anam olsa, mən bu gün bu vəziyyətdə olmaram. İlahi Küliyeva. Maşınla qəza keçirmişdim, onunla bağlı qalmışam belə çarəsiz vəziyyətdə. Bacardığınız qədər dostlar dəstək olun, çox xahiş edirəm. Kimin nəyə güc çatır dəstək olsun. Bir dənə bu aylıqda mənim çətinliyim nə olar ki? Yoldaşın, salam yoldaşın yanında mı? Bəli, yanımdadır. Yanımdadır. Gəl. Küçük qabağın bağla, soyuqdur Allah haqqı. Bağlayın. Soyuqdur. Bacardığınız qədər dostlar dəstək olun. Salam qaqa. Şirxan, aleyküm salam. Gəlib burada, Qurandan olsun, nə bilim, bir veteranı, bir qazini, Allah'ın da olsun, yəni səhərə kimi tapanmasam, Qurandan da olsun. Bakıdır ora, bəli, Bakıdır, hara olacaq? Hə? Buradan gedək. Buradan hara gedək? Getdin yolu sən hara gəlirsən? Ev pulu necə? Kömək olsun. Heç nə yığılmayıb dostlar, bacardığınız qədər dəstək olun. Mən qazi deyiləm, mən dünən o boyda sənədlərimi gördüm. Necə inansın? Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Belə ara gedir, düşərdik aşağı da. Orada da yoxsa? Aşağı düşərdik, orada bəlkə tapdıq. Beləcə də olur da. Valla belə ara gedirik, gəl gedək aşağı. Gəl gedək aşağı. Priyomundur, bu son priyomundur. Priyom eləyənin Allah cəzasını versin, yaxşı mı? Yaxşı mı? Allah'ın olsun, o günlərim canını açıb nə qədər pul yığdılar. Amma yəni mən istəyəndə hamı belə pisimasın yaxşılarına görə hamının gözünə girir. Biləcəkdə qala bilərsiniz. Niyə qalmırıq ki? Nə axtarırsa ev axtarır, nə axtaracaq? Dostlar, bacardığınız qədər dəstək olun, kimin nəyə güc çatırsa. Əkbər Hüseynin 13-100. Harada olsa qalarıq, şəraiti olsun qalarıq. Nə qalmırıq ki, çıxdıq o evdən. Mən sizə dünəndən deyirəm ki, əziz izləyicilər, mən gəlin bizdə qalın, Nərgiz, çox sağ ol. Allah'ın olsun, o pulu versəm, yəni o evdə qala bilərik. Prosta sadəcə olaraq qala bilməm. Bəli, bəli, ömür. Çox xahiş edirəm. Yüz arttım. Gəlməyib dostlar, yalan demeyin, çox xahiş edirəm, yalandan yazmayın. Belə gəldi, hara gedirsən hə? Ay bala. Bəyəkçidir. Hadi. Kənan, nə qədər pul lazım? 300 manat dostlar. Çox xahiş edirəm, imkanlı şəxslərdən, Azərbaycanın dəyərli qardaşlarımdan xahiş edirəm. Nəzrin 19. Nəzrin 19, 300 manat lazımdır. Çox xahiş edirəm, bacardığınız qədər bir dənə dəstək olun. Çox xahiş edirəm. 50, nə 50? Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Dünən 250 idi, bəli, çünki 50 manat atmışdılar. Evin kommunalına borcum var idi, onu ödədim. Nə olar ki, bacardığınız qədər dəstək olun.
Kimdir o? Çox xahiş edirəm olsa, bacardığınız qədər bir dənə dəstək olun. Var orada. Kimdir o? Alan da diğer zamanda var. Var bəri başdan istəyirlər, yox mu istəyirlər? Hadi berbat tuttular ya. Hamısı elə istəyir. Çox xahiş edirəm dostlar. Ya burada artıq yazmayın, dəstək olun. Bacarırsınızsa dəstək olun. Bu qarlı qışlı havada biz idik gedib bu müharibədə döyüşən. Yaxşımı? Dostlar, bacardığınız qədər dəstək olun, çox xahiş edirəm. Bacardığınız qədər dəstək olun, çox xahiş edirəm. Yəni, dəstək olmaq istəyənlər dəstək olsun. Bax, kart hesabımız buradadır. Kimin nəyə güc çatır, dəstək olsun. Çox xahiş edirəm. Nə qədər yığılıb? Heç nə yığılmayıb. Dünənlərim 50 manat yığılmışdı. 50 manat yox, 40 manat, 41 manat. O 41 manatı yəni, kommunala verdik. Veteranların üz qarası. Veteranların üz qarası deyirəm. Sən o sözü yazırsan, elə üz qarası sizsiz. Çox xahiş edirəm dostlar. Bacardığınız qədər bir dənə dəstək olun. And Allaha çöldə qalmışıq, bəli. Kimin nəyə güc çatır dostlar, dəstək olsun. Çox xahiş edirəm dostlar, kimin nəyə güc çatır, dəstək olsun, bacardığınız qədər. Yanımdadır dostlar, yanımdadır. Faizə də istədim, vermədilər. Belə də istədim, vermədilər. Nə bilim, Allah mənə elə bir imkan yetsin ki, and ol Allaha deyirəm, o qədər kasıb-küsubun əlindən tutaram. Çox xahiş edirəm. Bacardığınız qədər dəstək olun, çox xahiş edirəm. Kimin nəyə güc çatır dostlar, dəstək olun. Çox xahiş edirəm dostlar, bacardığınız qədər bir dənə dəstək olun. Ev yox. Nurlan Hacıyev, sən nəysə bir evinizin üçün fikirləşin, ya Qurana and olsun deyirəm, and ol Allaha deyirəm, nə bilim. Bacardığınız qədər dostlar, dəstək olun, çox xahiş edirəm. Kimin nəyə güc çatır, dəstək olsun. Söyüşləyən var, söyüşləyən geçsin evin içindəkin fikirləşsin, sonra başqasına söyüşsün. Tamam mı? Söyüşləyən geçsin evin içindəkin fikirləşsin, sonra söyüşsün. Heç nə demirəm. Belə hara gedir yağızı belə? Gəl qaydaq. Fenerbahçe 35 attım deyir. Atsaz gələr dostlar, atsaz gələr. Çox xahiş edirəm, kimin nəyə güc çatır, dəstək olsun. Kimin nəyə güc çatır, dostlar, dəstək olsun.
Gəl. Misafir heç kəsi qoşa bilmirəm. Qazi yaşıma 100 attım. Qazi yaşıma deyir 100 attım. Qazi qardaşım atmısansa gələr amma gəlməyib. Qazi qardaş deyir ki 100 attım. Qazi qardaş gəlməyibdi. Gəlməyibdi Qazi qardaş. Hayca. Sesin baxı sözdür. Gözlə. Dostlar, bacardığınız qədər bir dənə dəstək olun, çox xahiş edirəm. Bacardığınız qədər bir dənə dəstək olun, çox xahiş edirəm dostlar. Vallahi billah, mənə heç kəs yəni belə pısmasın. Fəhləli yerə deyirəm ki, ağzında çöldə qalmışıq. Bunu başa düşməmək nə qədər çətindir? Nə qədər çətindir bunu başa düşməmək? Azərbaycanlı yoxdur, bir dəstək olmaqdansa ancaq ağzınıza gələni yazırsınız, ancaq ağzınıza gələni yazırsınız. Ayıbdır, vallahi ayıbdır.
Mənim kimimsə olsa, Qurandan olsun mənə dəstək olar. Vallahi elə bir mənim adamım yoxdur. Bacardığınız qədər dostlar dəstək olun, çox xahiş edirəm. Ya kiminsə tanışı, birisi varsa faizə pul verən. Allah'ın olsun faizə götürüb yəni verirəm. Üstünün də nə qədər faizi var qaytarıram. Mən demirəm ki, kiminsə mənə borcu var. Deyirəm kimin nəyə güc çatır dəstək olsun. Ləman, bəli. Çox xahiş edirəm dostlar. Bazen maşınım yoxdur. Dostlar, maşın yoxdur. Bacardığınız qədər dəstək olun. Çox xahiş edirəm. Gəmzəli, başqa variantım yox deyə bədbəxt edərsiniz, ön ağarmalıyam. Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Mən evlənməyimin ev puluna heç bir aidiyyəti yoxdur. Hamı verə pismasın, elə deyil. Sabah bir gün sənin deyək ki, birimizin oğlu var, evlənibdir, düzdür. Sabah verə pis çətin vəziyyətdədir. Onda ona da yazarlar ki, misal hə, sən niyə belə eləyirsən? Pulun yox idi, evlənməz. Hamı pis vəziyyətə düşür da. Çox xahiş edirəm dostlar, bacardığınız qədər kimin nəyə gücü çatır dəstək olsun. Kimin nəyə gücü çatır dostlar dəstək olun. Mən faizə pul verirəm, nə qədər lazımdır. Direktimə yaz danışaq qardaş, direktimə yaz danışaq. Mənim yaxınlarım yoxdur, Peter Pinis, deyir 15 attım. O yazır sizə mən 15 attım, gəlməyibdir qardaş, gəlməyib, 15 manat gəlməyib. Çox xahiş edirəm, kimin nəyə güc çatır dəstək olsun, Allaha xatir. Allahın adını at verirəm ki, yəni bir dənə dəstək olun. Nə olar ki, bir yalandan yazmayın da, oraya yazırsınız, birisi mən 20 attım. Rövşən Rızayev, atsan gələr qardaş. Atmamışsınız, valla gəlmir. Çox xahiş edirəm. Burada, yəni mənim vəziyyətimə düşən hər bir insan ola bilər. Amma, yəni bir dənə xahişim budur ki, burada allatmayalım bir-birimizi. Bacardığınız qədər dəstək olun, çox xahiş edirəm. Müqəddəs Məryəm aslan 5 manat attım. Atsaz gələr dostlar, vallahi gəlməyib. Yaradanımıza and olsun gəlməyib. Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Valla faizinə də axtarım, tapa bilmirəm ki, yəni götürüm mən bir dənə işimi aşırdım. Hansı evə gedim, Qərənfil Əliyevə, hansı evə? İndi 50 manat atıram qaqa. Atsan gələr qardaş, atsan gələr. Atsan gələr, başı olun ola. Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Vallahi billah deyirəm, 300 manatlı yəni belə baxanda, yəni hələ biraz kömək yerinəsə yığılar. Yanımdadır dostlar, yanımdadır. Gəl qalxaq, gəl. Qalxaq da yuxarı qalxaq, burada nə yanır? Bacardığınız qədər dostlar dəstək olun, çox xahiş edirəm.
Riyaziyyat müəllimi nə qədər lazımdır? 300 manat. And ol Allaha işləyib, yəni qaytaracam o pulu. Kim eləsə, dəstək olsa, köməklik olarsa, and ol Allaha qaytaracam. Allahın adını çəkirəm ki, qaytaracam. Çox xahiş edirəm, bacardığınız qədər dəstək olun. Biz masajırdayıq. Biz masajırdayıq, görürsünüz. Bu palyomu deyirəm, qalxaq yuxarı. Yox, düşmürsən, gəl. Çox xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Keç belə. Səbəb? Bəli, qurtuluş demək. Çox xahiş edirəm dostlar, kimin nəyə güc çatır dəstək olsun. Bacardığınız qədər dəstək olun. Melisa deyə gəl yasamala pul verim. Melisa. Melisa dəstək olmaq istəyirsə kartımızı atdırəm. Mən bu yasamala nə ilə gəldim? Dünən yığmamışam, riyaziyyat müəllimi. Dünən yığmamışam. 41 manat pul atmışdılar. And ol Allaha deyirəm, Quran and olsun. Onu da kommunala ödədim. Xahiş edirəm dostlar, bacardığınız qədər dəstək olun. Gələn mümkün. Bağla tut kanka bağın. Telefon koy cibbədə, nə yesən sən telefonu? Melisa yoxdur, maşınım yoxdur. Melisa maşınsızam. Tuzum deyir, nə olub ki? Evin kirəsinə görə dostlar dəstək lazımdır. Çox xahiş edirəm. 616 nəfəri var. Bacardığınız qədər dəstək olun. Çox xahiş edirəm dostlar. Bacardığınız qədər dəstək olun.